Salam dostlar, xoş gördük hər birinizi. Bugün Forex-də, beynəlxalq maliyyə birjasında hər birimizin ortaq bir problemi olan emosiyalardan və trend tərsə döndükdə hesabın partlamasından danışacağım. Mən bu problemi necə həll etdim, o barədə bir məlumat verim. İllərdir üzərində çalışdığım, həm taktiki, həm texniki tərəfdən mükəmməlləşdirdiyim bir algoritmanı sizə təqdim eləmək istəyirəm. Sniper Invectus. Bu algoritma son dərəcə dəqiq əməliyyatlar aça bilən algoritmadır. Və dostlar, bu algoritmanı mən sizə pulsuz bir şəkildə pro versiyasını verəcəyəm ki, siz öz hesablarınızda bunu istifadə edəsiniz. Mən öz robotuma o qədər əminəm ki, bu algoritmanı sizə demo hesabda test edə bilməyiniz, real hesablarınızda da işlədə bilərsiniz. Bu algoritmanı mən marketə də yerləşdirəcəm ki, oradan da yendirib istifadə edə bilərsiniz. Amma market sizə demo hesabda istifadə etmək üçün və yaxud da real hesabda istifadə etmək üçün imkan vermir. Deyəlim, siz özünüz də görmüsünüz, bir çoxlarınız. Bazarda minlərlə dollara olan algoritmalar vardır ki, bunları yendirirsən, back testlərini eləmək üçün simulyasiya edirsən, görürsən ki, keçmiş qrafik üstündə son dərəcə, yəni mükəmməl bir performans göstərirlər. 1000 dollar, 2000 dollar verirsən, bu algoritmanı alırsan, amma real hesaba qoşanda baxsan görsən ki, test proqramında göstərdiyi performans ki var idi, qazanclar ki verirdi, o qazancı real hesabda vermir. Nəinki real hesabda az qazanc verməsi bir tərəfə zərər verir. Bunun səbəbi nədir? Bu algoritmaların içərisinə gələcək koduna, qaynaq kodlarına, gələcək şamları oxuya bilən bir kod yazırlar. Algoritma simulyasiya etdiyi vaxt gələcək şamların, yəni yüksəlişdə olacağını, trendin, yoxsa düşüşdə olacağını təxmin eləyir, o istiqamətdə əməliyyat açır. Bunun üçün simulyasiyada qəşəng qazanc verir, amma realda o qazancı vermir. Mən isə bu algoritmanı sizə pulsuz bir şəkildə verəcəyəm. Siz öz hesablarınızda, real hesablarınızda qoşub istifadə edə biləcəksiniz. Bunu nə üçün edirəm? Çünki bugün ölkəmizdə insanları aldadaraq təlim adı ilə pullarını alırlar, öyrətdikləri də 5 qəpiklik bir şey deyil. Biri deyir, ay bizim sistemimiz süper bir sistemdir, digəri deyir, möhtəşəm strategiyamız var, falan filan, belə bu cür deyirlər. Amma həmən bu müəllimlərə deyəndə ki, yaxşı, bu sisteminlə real hesabda nə qədər pul qazanmısan, onu bizə göstər, cavabları bu olur. Mən niyə öz şəxsi hesabımı başqalarına göstərməliyəm? Bildiniz də hər halda niyə göstərmirlər. Mən isə bu robotu üstündə çox testlər eləmişəm, demo hesabda da istifadə etmişəm. Hal-hazırda bir neçə aydır ki, öz real hesabımda da işlədirəm. Və öz real hesabımda bu neçə aydır ki, öz real hesabıma qoşmuşam, orada hal-hazırda aktiv şəkildə işləyir. Orada aylıq nə qədər mənə qazanc veribdir, onu da canlı olaraq real hesabda sizə göstərəcəm. İndi isə robotun işləmə sistemindən biraz danışaq. Bu algoritmamız hibrid bir sistemdir. Özündə bir neçə sistemi cəm edir və bu sistemləri bir-biri ilə ahəngdar, koordinasiyalı bir şəkildə işləyir. Bu sistemlər hamısı bir-biri ilə koordinasiyalı bir şəkildə işləyir. Deməli, birinci sistemimiz normal trade sistemidir. Algoritma özündə olan filtrləmə sistemləri vasitəsilə
bazarın istiqamətini, trendin istiqamətini müəyyən edir. Gəlin, görürük ki, bazarda yüksəliş trendidir. Yüksəliş trendidir, alış, take profit, alış, take profit, al, sat. Bu şəkildə davam edir. Hara qədər bu şəkildə davam edir, qiymət qalxır. Elə ki, əməliyyatı aldı bir nöqtədən. Take profitə çatmadan qiymət başladı geri çəkilməyə, korreksiya verməyə. İmpuls dalğasında aldı, satdı, öz qazancını götürdü. Korreksiyada isə bir yerdən dönür də qiymət. Yəni ki, algoritma əməliyyat alıbdı, qiymət geri döndü. Korreksiya vaxtı ki, siz indi mən ekranda göstərirəm, şamlar, ox işarələrini ki görürsünüz. Burada korreksiya şamlarında Martingale sistemi, ikinci bir sistem olan Martingale sistemi işə düşür. Bu Martingale sistemi də kör-körünə əməliyyatları açmır. Bu da içində filtrləmə sistemləri vardır ki, bu sistemlərlə korreksiya ilə düşüş trendini müəyyən edən bir sistemi var. Məsəl üçün, qiymət əgər qalxdı, biraz korreksiya verdi, algoritma daha ucuzdan yeni bir alış eləyir və az bir şey yüksələn kimi, məsəl üçün deyəlim ki, aşağıdan aldığı, daha ucuzdan aldığı qiymət 5 dollar və yaxud da ki 10 dollar qazanc edibdirsə, yuxarıdakı da lap əvvəl üstə aldığı 3 dollar zərərdədirsə, bu hər iki əməliyyatı algoritma bağlayaraq ümumilikdə 10 dollar qazanc edir, 3 dollar zərər edir. Və 7 dollarlıq bir məsəl çəkirəm də bunları, rəqəmlər şərtidir. 7 dollarlıq bir qazancla bazardan çıxır. Deyəlim, normal trade sistemində alışı elədi və trend dönüşlərində bu şeylər bizim başımıza gəlir ki, qiymət qalxdı, normal trade sistemi birinci əməliyyat aldı, sonra geri çəkilmə, korreksiya başladı, Martingale sistemi bir neçə əməliyyat, 2 və yaxud da 3 əməliyyat aldı. Bu zaman, məsəl üçün, sizin algoritmanın içərisində bir də reconder sistemi var da, əməliyyatları azaltmaq sistemidir. Məsəl üçün, siz onu neçə ədəd müəyyən eləsəz, hər bir valyutanın və yaxud da maliyyə alətinin xarakterinə uyğun mən sizə şablonlar verəcəyəm. Sizin özünüz də bu şablonlardan yaradasınız. Amma ilk başda mən bunları sizə verəcəyəm. O şablonlar üstündən siz davam edəsiniz. Algoritma deyəlim 3 dənə əməliyyat Martingale sistemi aldı daha ucuzdan. Sonra filtrləmə sistemləri algoritma gördüsə əgər, bazarı analiz elədi, gördü ki, daha aşağı zaman timelarında, zaman periodlarında düşüş trendi başlayıb. Bu zaman algoritma necə deyim, alışları dayandırır. Martingale sistemi, normal standart Martingale sistemlərində kör-körənə şap-şap alır da əməliyyatlar. Amma bunda elə deyil. Bunda bazarı müəyyən eləyir, analiz eləyir. Burada almalıdır və yaxud da satmalıdır, onu bilir bizim robotumuz. Əgər qısa zaman timelarında qiymət düşüş başlayıbdırsa, algoritma orada alış əməliyyatı eləmir, gözləyir. Yenidən bir yüksəliş başlayanda onda algoritma nə edir? Əməliyyat açır. Təzə əməliyyatlar açır, bay əməliyyatları və açıq olan əməliyyatları qazancla bağlayır, çıxır. Tutaq da ki, bu trendin dəyişməsi oldu. Güclü düşüş oldu, sənin də yuxarıda alış əməliyyatların var. Bu zaman nə edir? Algoritmanın içərisində mirror, güzgüləmə, aynalama sistemi deyə bir başqa bir sistem var. Onun əksində yuxarıdakı əməliyyatlar, məsəl deyirəm, 0.1-dirsə, aşağıya doğru mirror sistem bir satış eləyir. Trendin düşüş yönündə dəyişdiyini gördükdən sonra. Bilirsiniz də, bazarda manipulyasiyalar çox olur. Əsasən trend dönüşlərində. Bir aşağıya trendi qırır, sonra bir yuxarıya qırır. Tutaq da ki,
Mirror sistem satış elədi, take profitə gedib çatmamış, trend bir də döndü yuxarıya. Bu zaman algoritma nə edir? Bu zaman algoritma recover sistemi vardır. Recover sistemi işə salır. Recover sistemdə trendin yuxarı qalxdığını gördükdə alış əməliyyatı mövqeyinə keçir. Amma əməliyyat açmır. Nə üçün açmır? Çünki trend dönüşlərində, diblərdə və üst nöqtələrdə bazar adətən yatay bir trendə girir. Bir kanal içində sıxışır. Burada belə deyim, əməliyyat açmış olsa, algoritma bu səfər yuxarıda bir əməliyyat açmış olsa, üstə altda recover sistem, normal recover sistemlərdə aşağı getdi, aşağıdan bir dənə satış eləyir, qalxdı yuxarı, yuxarıdan bir satış eləyir, bunda elə deyil. Bunda yatay trendi də müəyyən eləyən bir sistem vardı ki, onun korreksiya kanalı ki yoxdur yatay trenddə. O kanalı müəyyən edir. O kanaldan çıxmayınca ikinci əməliyyatı recover sistem açmır. O kanaldan qiymət çıxıb yuxarıya doğru yenidən uptrendə başlasa, algoritma bu səfər alış əməliyyatlarını yenidən başladır və qazanc götürərək bazardan çıxır. Yox, əgər aşağıya doğru istiqamət alsa, bu səfər satış yönündə. Yəni, bazarda nə qədər manipulyasiya da eləsə market makerlar, bu algoritma onu müəyyən eləyib, bunların hər biri üçün bir taktika işlədərək bazardan çıxa bilir. Və tutaq da ki, bir neçə dəfə alış-satış etdikdən sonra qiymət bir istiqamətdə keçdi. Algoritmanın içərisində mən başqa bir sistemdə yazmışam. Trend boss sistemi deyə bir sistem yazmışam. Deyəlim, mirror sistem satış elədi. Take profitə, məsəl verirəm. Take profitə bir 1000 pipslik bir məsafə var. Algoritma burada bir qədər, yəni onun filtrləmə sistemləri var. Bu filtrləmə sistemlərində müəyyən edilən məsafəni getdikdən sonra başlayır mirror sisteminə dəstək verməyə. Xırda lotları artıraraq hədəfə daha tez çatmasına təmin edir. Filtrləmə sistemlərinin içində nələr var? Onları deyim. Deməli, bir EMA, bir neçə dənə EMA-dan ibarət trendi müəyyən edilən filtrləmə sistemi var. Ondan sonra TDI filtrləmə sistemi var ki, trendi müəyyən eləyir. Və trend bar filtrləmə sistemi var. Bu filtrləmə sistemləri yeni şamın istiqamətini, yeni açılacaq şamın istiqamətini son dərəcədə dəqiqliklə təxmin etmək qabiliyyətinə malikdirlər. Yəni bu algoritmanın üstündə mən indi robotu siz görəsiniz neçə dəfə mən sürüm versiya güncəlləməsi eləmişəm. 120 dəfə güncəlləmə eləmişəm. Yəni sizin əlinizdə hal-hazırda olan bir prototip deyil. Hal-hazırda işlən bir algoritm olacaqdır. Trend hansı istiqamətə keçsə belə robot öz sistemləri vasitəsilə ticarəti sizin xeyrinizə çevirib bağlayacaq. Yəni trend qiymət hansı istiqamətə gedir, algoritm o sistemi müəyyən eləyir və sizin istər buy yönündə əməliyyatınız olsun, istər sell yönündə əməliyyatınız olsun, algoritm o əməliyyatları öz sistemi vasitəsilə sizin xeyrinizə bağlayacaq. Yəni, sizin trend döndü deyə mənim də testdə əməliyyatım var, panik etməyinizə heç bir gərək yox. Və algoritmanın işləmə sistemi budur. Algoritmaya həm də ki, qrafikdə sizin daha da hakim ola bilməyiniz üçün mən bir panel yerləşdirmişəm. Bu paneldə siz hansı işləri görə bilərsiniz və bu panel sizə nə verir? Bu paneldə sizin robotu idarə olunmasını asanlaşdıracaq və bütün informasiyaları sizə göstərəcək bir paneli vardır. Grafikdəki vizual xəttlər,
take profitləri, stop lossları harda olacağını sizə göstərir. Çünki dinamik bir sistemə malik olduğu üçün take profitlərdir, stop losslardır. Bunların hamısını sizə göstərir. Siz daha rahat bir şəkildə bazara hakim ola bilirsiniz. Paneldə hansı sistemin aktiv olduğu, neçə dənə əməliyyat açdığı, split aralıqları, sonra gün ərzində nə qədər qazanc eləyib, maksimum nə qədər geri çəkilmə eləyibdir. Məsəl üçün siz fərz edək ki, kompüter başında deyilsiniz. Amma gəlirsiniz, baxırsınız kompüterdə göstərir ki, bu algoritma bu gün ərzində məsələn bu hərəkətlərdə yüksək volatilliyi olduğu hərəkətlərdə bu nə qədər geri çəkilmə eləyibdir. Bunların hamısını algoritmada görə bilirsiniz. Robotu öz Telegram qrupunda paylaşacağım. Oradan götürə bilərsiniz və istifadə edə bilərsiniz. Telegram qrupuna da üzv olun. Çünki ödənişsizdir bu arada. Yəni Telegram qrupu ödənişsizdir. Bunun üçün nəsə bir ödəniş etməyinizə ehtiyac yoxdur. Telegram qrupuna da üzv olun. Çünki mən algoritmanın daha sonraki versiyalarını daha güncəlləmələr etdikcə qrupa yükləyəcəm və maliyyə alətlərin, hər hansısa bir valyutaların sizin özünüz də yəni parametrləri düzəldə bilərsiniz. Amma mən hazır parametr şablonlarını sizə verəcəm. Siz özünüz parametr düzəltmədən belə mənim verdiyim parametrləri algoritmaya yükləyəsiniz. O parametrlər əsasında algoritma ticarət aparacaq. Bir də burada dostlar, diqqət etməyinizi diqqətlə qulaq asın bunu dediyimə. Robotu, algoritmanı real hesabınıza qoşmadan əvvəl demo hesabda testini edin. Demo hesaba qoşun. Demo hesabda algoritma işləsin. Orada verdiyi nəticələri görün. Ondan sonra düzdür ki, mən öz real hesabımda onu qoşmuşam, işləyir və sizə də göstərəcəm necə işləyir. Amma siz öz kompüterinizdə algoritmanı işlədin və necə işlədiyini görün demo hesabda. Ondan sonra özünüz məsləhət bilsəz, öz real hesabınıza qoşarsınız. Bu robot sizə aylıq nə qədər qazanc verəcək, o barədə bir məlumat verim. Robot sizə aylıq verə biləcəyi indiki hal-hazırki versiyada ortalama aylıq balansınızın 15%-idir. 15%. Yəni bundan artığını xəyal eləyərək öz pulunuzu riskə atmayın. Bir mənalı olaraq sizə mən deyə bilərəm ki, əgər kimsə sizə desə ki, mənim algoritmam və yaxud da ki, mənim möhtəşəm təlimim, süper təlimim, o bazarda aylıq %50'lik, %100'lük qazanc verir, bilin ki, sizi aldadır. Yəni, bazarda elə bir şey yoxdur. Bu bir ticarətdir. Yəni, baxın, mən sizə bu kitabların hamısını mən oxumuşam. Təlimlərə getmişəm. Bir müəllimin yanına yox. Neçə dənə müəllimlərin yanına minlərlə pul xərcləmişəm, təlimlərə getmişəm. YouTube'dan nə qədər baxmadığım müəllimlər olmayıbdır ki, mən onların dərslərinə baxmayam. İstər price action olsun, digər taktikalar olsun, hamısını baxmışam elə ki. Axırda o bizə təbliğ olunan nəticələr ki var, o nəticələri verə bilən heç nə yoxdur. Bu gördüyünüz kitabların hamısını mən oxumuşam. Bunlarda məsəl üçün bu kitabda yüzlərlə tanınmış treyderin müsahibələri var. Onların hamısını ümumilikdə yekun dedikləri, hamısının həmrəy bir fikirdə olduqları bir şey var ki, yəni balansınızın %1, %2, %5'ini riskə ataraq əməliyyatlar açmalısınız. Yəni birdən-birə milyoner olmaq həvəsi ilə bu işə girişməyin, pulunuzu itirəsiniz. Bunu bir mənalı olaraq deyirəm. Burada mən dostlar sizinlə səmimi olaraq danışmaq istədim ki,
Yəni necə deyim, mən burada sizə öz algoritmamı satmaq fikrində yox. Mən onun üçün hani sizin öz qənaətinizlə istəyirəm ki, qərar verəsiniz. Mən onun üçün algoritmanı sizə pro versiyasını, yəni demosunu falan vermə yox, pro versiyasını sizə pulsuz bir şəkildə verəcəm, işlədim. Əgər xoşunuza gəlsə, heç bir problem yoxdur, öz hesablarınızda işlədə bilərsiniz. Mən bunu MetaTrader'in market platformuna da yerləşdirəcəyəm. Bu algoritma nə qədər bir balans istəyir sizdən onu işlətmək üçün? Minimum $500. $500 və yaxud da ki $50.000. İndi siz deyəsiniz ki $50.000 bizdə hardadır? Əslində algoritma minimum 50.000 birim ilə işləyir. Yəni $50.000. Siz bu problemi həll etmək üçün bəzi brokerlər vardı ki $500 sizə 5000 sentlik bir hesab verir. Balansın valyutası sent olur. 50.000 sent. Amma 50.000 sent. Siz $500 qoyursunuz, o sizə 50.000 sent verir. $500 yəni bu algoritmanı işlədə bilərsiniz. Normalda heç bir algoritmanı $500 siz işlədə bilməzsiniz. Nəinki, məsələn, daha yüksək rəqəmlərlə olan algoritmalar belə batıb gedir ha. $500'ın heç adı çəkilə bilməz də, belə deyim. Amma bu algoritmada $500 sent hesab yaratsaz, bu algoritmanı istifadə edə bilərsiniz. Ola bilsin ki, sizin hansısa məlumatınız var, sent hesabınız vardır. Əgər sent hesabınız yoxdursa, yerləşdirəcəm bu videonun altında ki, hansı brokerdən istifadə edə bilərsiniz. Mənim özüm də o brokerdə istifadə edirəm. Sent hesab növünü orada istifadə edirəm. Siz də oradan istəsəz sent hesab növündən yəni bir hesab aça bilərsiniz və bu algoritmanı orada işlədə bilərsiniz $500'la. Yox, əgər sizin özünüzün hesabınız varsa və yaxud da başqa bir platformda, başqa bir marketdə hesab açmaq istəyirsinizsə, yəni bundan da heç bir problem yoxdur mənim üçün, aça bilərsiniz. Nəticədə bu algoritmanı 50.000 sentlik bir hesab olsun, istər də ki $50.000 bir hesab olsun. Hər birinə qoşa bilərsiniz. Minimum $50.000 qoşursunuz və bu algoritmaya da bir o qədər yəni müdaxilə etməyinizə heç bir gərək yoxdur. Çünki algoritma bazarın hər bir vəziyyətindən çıxış yolu tapa bilir. Telegram qrupunda mən bunun parametrlərini necə reglovqalamaq lazımdır, bunların hamısını sizə göstərəcəm. Və bir də dostlar, algoritmada mən başqa algoritmalar kimi algoritma xüsusiyyətlərini haralardan alış-satış eləyir, hansı məntiq ilə alış-satış eləyir, bunların heç birini gizlətməmişəm. Açıq, şəffaf bir şəkildə siz algoritma nəyə əsasən alış-satış eləyir, onu siz görəcəksiniz. Yəni, bəzi robotlar var ki, əməliyyat alıbdır və yaxud da satıbdır. Amma bilmirsən, bunu niyə aldı, niyə satdı, hansı məntiq ilə aldı. Mən amma bunların hər birini algoritmanın işlətdiyi indikatorlardır filan, bunların hamısını qrafikdə göstərəcək. Paneldə siz görəcəksiniz. İstədiyiniz zaman panelə mən bir düymə yerləşdirmişəm ki, o düyməni vurduğunuzda bütün indikatorları gizlədəcək. Yəni, siz özünüz də rahat bir şəkildə analizlər edə bilərsiniz. İstədikdə açasınız, hansı səbəbdən algoritmanın əməliyyat atdığını orada da görəcəksiniz. Algoritmanı da necə test eləyəcəksiniz, onu da mən Telegram qrupunda sizə göstərəcəm ki, algoritmanı necə test eləyə bilərsiniz, qrafikə necə yükləyə bilərsiniz, bunların hamısını Telegram qrupunda göstərəcəm sizin üçün. Son olaraq, indi Telegram qrupunda əlavə bizim söhbətlərimiz olacaqdır, necə işlətəcəksiniz. Onu deyirdim axı, algoritmanı mən özüm gizlətməmişəm ki, funksiyalarını. Ola bilsin ki, sizlərin içərinizdən yaxşı taktika qura bilən adamlar olsun. Algoritmanın input bölümündə bütün ayarların hamısını açmışam. Siz o ayarlarla oynayaraq algoritmanı müxtəlif taktikalarla işlədə bilərsiniz.
İstəsəz ki, məsəl üçün martingale sistemini bağlaya bilərsiniz, recovery sistemini bağlaya bilərsiniz və digər sistemlərə hansı sistemi istəsəz aktivləşdirə bilərsiniz, hansı algoritmiya stop qoya bilərsiniz, ümumi qazancda nə qədər stop eləsin, balansını nə qədər itirdikdə stop eləsin. Ya bu cür bütün xüsusiyyətləri vardır algoritmanın və yaxud da ki, daha tez-tez əməliyyatlar, daha məsələn seçici deyil də, biraz daha tez-tez əməliyyatlar açması üçün filtrləmə bölümlərinin parametrlərində oynaya bilərsiniz və yaxud da tamamilə bağlaya bilərsiniz. Filtrləmə sistemlərinin siqnal verməsini algoritma öz daxilində onu görə bilir. Siz onu istəsəz vizual görünüşünü qrafikada verə bilərsiniz ki, siqnal verdiyi vaxt siz əməliyyat açdı, algoritma açmadı, bunu vizual olaraq da görə bilirsiniz. Həm də ki, hansı sistem, məsələn, TDI siqnal veribdi və yaxud da trend bar siqnal veribdi. Bunların hamısını algoritmanın həm panelində, həm də ki, qrafikində görə bilərsiniz. Dostlar, indi isə öz real hesabımda söz verdiyim kimi algoritmanın işləməsini göstərəcəyim. Bugün ayın 11-i 2-ci ay. Fevral ayın 11-idir. Hal-hazırda bu gördüyünüz qızılın grafikidir. Qızılda əməliyyat yoxdur hələ ki. Ən son açılan əməliyyatlar burada sel əməliyyatları olubdur. Qiymət yuxarı getdikcə burada əməliyyatları tamamını bağlayıb hal-hazırda gözləyir. Ondan qabaqki əməliyyatlar burada görürsünüz trend xəttini mən burada bu cür təyin eləmişəm. Yaşıl rəng alta düşən kimi qızılı satış əməliyyatlarına başlayıb. Ondan qabaq burada gördüyünüz kimi baxın alış əməliyyatlarıdır. Alış əməliyyatları hamısı take profitdir. Burada güclü düşüşlər olubdur. Bu düşüşlərdə alış əməliyyatlarını bağlayıb görürsünüz. Bax burada bu trend bar indikatoru bax görürsünüz siqnal veribdir alış əməliyyatlarına. Burada alış əməliyyatları eləyibdir. Hamısında alış əməliyyatlarını bağlayıb. Sonra bu düşüşlərdə görürsünüz yuxarıdan satış əməliyyatları gəlib. Satış əməliyyatları gəldiyi halda satış etməyib. Nə üçün etməyib? Çünki hələ trend tam dəyişilməyibdir. Trend burada dəyişilibdir. Trendi düşüşü oxumağa başlayıbdır. O zaman satışlar eləyibdir. Yenidən yuxarıya doğru bir geri çəkilmə. Baxın burada korreksiyalar var. Baxın. Korreksiyalar olduğuna görə alış əməliyyatlarını tamamladıqdan sonra yenidən əməliyyat açmır. Çünki niyə? Bu trend bar funksiyası aktivdir. Amma onu açan kimi gördünüz yeni bir əməliyyat açdı. Mən elə ona dedim ki, trend barəyə yeni əməliyyat açanda nəzərə alma. Ona görə o yeni əməliyyat açdı. Hal-hazırda baxın, deməli burada göstərir 1.77 dollar qazancdadır. Mən burada buna deyirəm, bağladım bunu, əməliyyat getdi. Onu özü də bağlayardı, gərək yoxdur, qoy. Öz sisteminə əsasən alsın. Yaxşı. Bunun haralardan alış-satış eləyib, bir dəqiqə. Görürsünüz, trend yönündə alışlardır. Bu, bir dəqiqə mən bunu uzaldım. Kompüterə çox zorlamasın deyə mən bunun vizual xəttlər ki var, EMA-ların vizual xəttidir göstərir. Onu özüm qısa eləyirəm ki, çox gerini oxumağına ehtiyacı yoxdur. Mən əsas qabaq tərəfi göstərdi, bəs edir. Burada sizə göstərmək üçün bunu etdim. Hal-hazırda burada trend görürsünüz. Trend yuxarıya başlayanda başlayıb alış əməliyyatlarına. Bax görürsünüz, gətiribdir. Bura bu hissədə bax, siqnal veribdir trend bar. Burada aktiv olduğu üçün satışlar etməyib. Trend yüksəlişdə olubdur, amma trend dəyişə bilər riskinə görə buralarda alış eləməyib, gözləyibdir. Buralardan bir də başlayıb alış eləməyə bu şəkildə davam edib. Biraz daha geriyə keçirəm. Baxın, burada hamısı şeydədir, düşüşdür. Düşüşlərin hamısında satışlarını eləyib bağlayıbdır. Burada baxın, burada satışlar var.
Trend bura yuxarı qıran kimi başlayıb alış əməliyyatlarına. Sonra qiymət dönüb aşağı, aşağı dönəndə yığıb bunları öz işlətdiyi taktikalarından burada alış əməliyyatlarını dayandırıbdı. Algoritma gözləyib. Hara qədər gözləyib? Tam satış təsdiqlənəndən sonrakı düşüş trendi başladı. Onda yenədən başlayıbdı satış eləməyə. Biraz daha geriyə gedirəm. Görürsünüz, buralarda hamısında alış əməliyyatları var. Satış əməliyyatları var. Baxın, burada fevral ayının bu ikisində olan əməliyyatlardır. Görün nə qədər 40 min pipslik bir məsafə var. Görürsünüz, burada belə algoritma bir əməliyyat buradan açıb, birini buradan açıb. Bunları yığıb hamısını burada bağlayıbdır. Qazancla bağlayıb, zərərlə yox. Neçə dollar qoyub? Bir dəqiqə baxım görüm. Deməli, birinci əməliyyatı harada açıb? 4406 dollarda açıbdır. Arasında 400 dollara yaxın bir məsafə var. Onunla da yenə də algoritma əməliyyatları bağlayıb. Buralarda, burada mən algoritmanı özüm bağlamışdım. 3 gün haradasa algoritmanı bağlı saxladım. Çünki qızıl, yəni daha əvvəl keçmişində etmədiyi bir çox güclü bir düşüş etdi. Nə qədər? 44 minlik, 45 minlik bir də həmə. Bu 15 dəqiqəlik qrafikdir. Şamı görürsünüz necə düşübdür. Ondan qabaq algoritm aktiv idi. Buralarda bu şəkildə işləyirdi. Görürsünüz. Hamısı bay əməliyyatdadır. Hamısını alıb qazancından bağlayıb çıxıb. Burada isə algoritma dayanıbdır. Algoritma dayanıb sonra düşüşlər başlayıb. Yox, buralarda alış, satış eləməyibdi, alış da eləməyib. Çünki düşüş riski var imiş, alış eləməyibdi. Satışı da ona görə eləməyib ki, trend yüksəlişdədir, ona görə etməyibdi. Bu şəkildə sonra bu panel barəsində mən indi başqa videolarda danışacağım. Burada sadəcə real hesaba qoşduğumu göstərmək istəyirdim. Buradan indikatorları belə götürə bilirsiniz. Baxıla bilirsiniz, alış. Aha. İndi baxın, real hesabdır. Buradan açımda. Baxın, mənim cent hesabımdır. Burada da nömrəsi yazılıb, 67. Bu, görürsünüz, Livi 11 server. Real hesabdır. Ya bu dəqiqə hal-hazırda mənim real hesabımda işləyir. Terminaldan da göstərim. Açıq əməliyyatlar var. 3 dənə açıq əməliyyatı Evrodadır. Evronu göstərim. Hal-hazırda bax, Evroda buralarda satış imiş. Qiymət birdən dönübdür. Trendi dəyişibdir. Trendi dəyişəndə buradan əlavə alış əməliyyatları var. Görürsünüz. Burada bütün əməliyyatları bağlayıbdır qazancına. Hal-hazırda bir dənə əməliyyatı, buradakı əməliyyatı mən özüm açdım, səhvən açdım. Bağlamadım, dedim algoritm özü bağlayacaqdı. İndi onu gərək bağlayardım, amma bağlamamışam. İndi də buraxmışam. İndi nə edibdir? Trendin yüksəlişi təsdiqləndiyinə görə qiymət aşağıya satış eləmir. Bu səfər bu aşağıdakını zərərlə bağlamasın deyə algoritma nə edir? Burada mirror sistem var. Görürsünüz. Burada. Mirror sistem bura bir hədəf atıbdır. Qiymət bura yüksələndən sonra 2 dollarlıq bir ümumi qazancından algoritma hər şeyə bağlayacaq. 0.08-də açıq əməliyyat. Yəni nə qədər də getsə onun bir balanssız zərəri olmaz. Çünki balans görürsünüz 200 minlik bir balans. 200 min sent daha. Sonra gəlirəm bugünün profitlərinə. Bugün algoritmanın açdığı əməliyyatlar bunlardır. Açıb, bağlayıb, açıb, bağlayıb. Son, məsəl üçün, özəl aralıq deyim. Son 3 ay. Göstərim mən sizə. Son 3 ayda algoritma
nələr edib. Görürsünüz. Bu son 3 aydır. Все. Bu da bizim algoritmanın real hesabda işləməsidir ki, sizə göstərdim. Siz özünüz də ilk əvvəl demo hesaba qoşursunuz, bir neçə ay istifadə edirsiniz. Algoritmanın işləmə məntiqini tam tutduqdan sonra ki, gördünüz ki, işlədə bilirsiniz. Ondan sonra öz real hesablarınıza özünüz məsləhət bilsəz, qoşa bilərsiniz. Hamınıza uğurlar arzu edirəm. İnşallah ki, bol qazanclar.